analitik gəlib, bu data analitikin icazəsini filan data analitiklə eyniləşdirin. Həmin adam nə edir? Grant komandasından istifadə edir, grantla icazəni verir. Deyir ki, grant komandası icazəni ver, hansı icazəni? Execute icazəsini, nə bilim, read icazəsini, insert icazəsini, select icazəsini və s. və alaxır. 10. Harda? Hansı cədvəldə? Test proc cədvəlində kimə? User 2-yə. Yəni, necə yazılırsa elə də oxuyub başa düşürük. Okay, bu bir nümunədir. Bu formatda icazəni veririk. Məsəl üçün, kimsə deyir ki, delete icazəsi ver, grant delete on table-ın adı to user-in adı. Çox sadə. Sonra gəlirəm revoke hissəsinə. Revoke da eyni formatda yazılır. Burada indi sizi qorxuzmasın. Eyni formatda. Burada fərq nədir? İcazəni verirsən və icazəni alırsan. Burada sadəcə dəyişən 2 dənə komanda olur. Grantı yerində revoke olur. Deyirsən, icazəni al. Oxumaq icazəsini bu cədvəldən. Kimə yox, artıq kimdən deyirsən. From yazırsan. User 2-dən. Okay. Bu formatda. Çox sadə. Deny komandası da verilən icazəni inkar eləyir. Biraz advanced mövzudur. Amma hər ehtimalla qeyd eləmişəm ki, sual marağı olan açsın, oxusun. Sual varmı icazələrin idarə olunması ilə bağlı? DCL-dir bu. Data Control Language. Sual varsa verin, yoxsa mən davam edeyim. Oracle-da role deyilən bir anlayış var da. Məsəl üçün icazələrdə role yaradılır. Microsoft SQL-də də yəni elə bir şey var. O bütün platformalarda var. Sadəcə belə deyək də, o artıq administrativ mövzudur. O development mövzusu deyil. O hər yerdə var, bəli. Hətta belə deyək, bütün IT texnologiyalarında demək olar ki, var o. Başqa sual yoxdursa, keçək transaksiyaya. Transaksiya nədir? Necə istifadə olunur? Bilən var? Nə üçündür? Anlayışı olan var? Məsələn, pul köçürmələri. Əla. Pul köçürməsi siz qarışdırmayın nə ilə? Transaksiya ayrıdır, transaksiya ayrıdır. Bizim dediyimiz transaction'dır, t-sıyla. Okay. Bu database proseslərindədir. Sizin dediyiniz transaksiya pul köçürmələridir, yes. Əslində, pul köçürmələri transaksiyasında da transaksiya var. Gedən əməliyyat deyil transaksiya. Nədir? Gedən əməliyyat da proses əməliyyat. Gedən əməliyyat deyə bilərik. Sadəcə biraz daha açsaq gedən əməliyyatı, icra olunan əməliyyat da okey. Daha dərin kimisə fikri var başqa? Mən keçən dəfə offline dərsdə idim. Oradan bilirəm ki, sizin dediyinizdən bir əməliyyat başlanılır, bir proses başlanılır. O tam bitəndən olan aradakı o bütün hamısına bir yerdə deyilir transaksiya. Yəni oradakı əməliyyatların hamısına bir yerdə prosesin başlamasından bitmə anına qədər gedən prosesdir, düzdür. Gəlirəm nəyə? Transaksiyanı real həyatda keçən dərsdə iştirak edənlər deməsin onda. Real həyatda transaksiyanı harda görə bilərik? Kim deyər? Bu mənim Məsələn, database məlumatında. Terminallarda da müəllim pul çıxartmaq istəyəndə elə bir ki, kartı daxil edirik, kodu yazırıq. O elə bir ki, o prosesi qəbul edib sənə pul qaytarana kimi, pul götürəndən sonra olacaq transaksiya bitdi də. Yəni ideal. Bu artıq Xanımın dediyi kimi kartdan karta pul köçürtmək də aid oluna bilər. Yes, kartdan karta pul köçürməsi də aid oluna bilər. Məsələn, ATM-dən gedib pul çıxartmaq da ola bilər. Mənim dediyim bir nümunə olur daha rahat anlayış üçün. Kimsə nəsə deyirdi? Biz hər hansı bir onlayn sifariş eləyəndə də bu sifarişin yaradılması da bir transaction nümunəsi ola bilər. Sifariş? Yəni onlayn sifariş. Yes, 100%. Onlayn alış-veriş. Hər biri. Avtomobilin zavodda hazırlanması transaksiya gedə bilər. Necə? Bir də. Avtomobilin sıfırdan hazırlanması. Avtomobilin sıfırlanmasında artıq gedən proseslərə baxır. Elə proses ola bilər ki, transaksiya sayılsın. Elə proses ola bilər ki, transaksiya sayılmasın.
İndi gəlin bir nümunə deyim sizə. Onun üzərindən daha aydın olsun sizə. Nümunə üçün gedirsiniz, kartınızı götürürsünüz, gedirsiniz ATM-ə, bankomata. Bankomata kartı salırsınız, kodu yazırsınız. Yazırsınız ki, misal üçün 250 manat çıxartmaq istəyirəm. Çak yazdınız, orada dedi ki, kartınızı götürün, iyi başladı, pullar hesablanır. Sən kartı götürmüsən. Eyni zamanda pullar hesablanır və işıq söndü. İşıq söndü və pul sənə çıxmadı. Burada artıq pul sənin balansından çıxacaqmı, çıxmayacaqmı? Təbii ki, çıxmayacaq. Nəyə görə? Çünki əməliyyat uğurla tamamlanmayıb. Okay. Hətta indi yeni texnologiyalarla ATM-lər var ki, bankomat prosesləri var ki, nə edir? Müəyyən müddət gözləyir. Səhv verməmsə 3 dəqiqə civarında gözləyir. Əgər sən pulu götürməmisənsə bankomatdan, o geri çəkir həmin pulu, qaytarır sənin bankına. Okay, hesabına qayıdır həmin pul. Yəni belə proseslərdə artıq düşünülür. Hətta düşünülüb artıq. Bu artıq olur tranzaksiyanın əhəmiyyəti. Bir proses başlayır, həmin proses uğurla bitənə qədər icra olunur. Uğurla bitirsə, təsdiqlənir. Ctrl-S, save olundu. Yox, uğurla bitmirsə, artıq rollback gedir. Ctrl-Y. Okay. Ctrl-Z daha doğrusu. Ctrl-Y deyirəm. Ctrl-Z. Baxın, burada da ödəniş sistemləri ilə bağlı, kart əməliyyatlarında və s. Nə edirik? Giririk, misal üçün, günümüzdə ən çox istifadə olunanlardan biri Trendyoldur. Açdıq Trendyolu müştəri olaraq. Səbətimə məhsulu əlavə elədim. Ödəniş sistemi. Açılır, misal üçün, milli kart. Məsələn, milli kartın üzərindən ödənişə eləyirsiniz. Yazırsınız, hə, kartın CVV-si budur, odur, bu birisidir. Payment prosesi başlayır. Successfully gedib çıxmayana qədər bu proses necə gedir? Bu payment prosesləri özü böyük bir prosesdir. Sənin bank hesabına müraciət gedir. Payment processor işləyir. Birinci sənin bank hesabına gedir. Bank hesabında yoxlayır həmin prosesi, pulu. Pulun varsa, sənin balansından pulu çıxır. Bilirsiniz də, yəqin ki, bank proseslərində pul oynamır, rəqəm oynayır. Pulu bank sənə verir, rəqəmə əsasən. Həmin bankdan, sənin customer olaraq hesabından həmin rəqəm çıxılır, ötürülür həmin proses olaraq müştəri, daha doğrusu merchant'ın, ticarətçinin də, elektron ticarətçiliyi. Ticarətçinin bank hesabına. Yes, bank hesabına. Həmin o bank hesabına pul oturana qədər həmin proses transaksiya sayılır və təsdiqlənib sistemə oturmur. Hətta bilmirəm, bir bankdan istifadə edirsiniz ya yox. Orada belə bir funksionallıq var. Nömrə ilə dostova pul köçürtmək. Sən dostova pulu köçürdürsən, ona notification gedir, bildiriş gəlir ki, misal üçün, Həsən sənin hesabına 10 manat atdı. Sən bunu qəbul edirsən, eləmirsən. Sənə hətta vaxt verir, 24 saat. Deyir, əgər qəbul eləsən, sistemə oturacaq. Yox, qəbul eləməsən, avtomatik pul qaydacaq Həsənin hesabına. Həmin transaksiyanı bax, burada görmək olar. Eynisi taksi kartla sipariş verəndə də eynən indi Hamı birdən danışıq eşitmədim heç kimi. Bir danışaq. şey deyil. Aha. Kartla taksinin sipariş verəndə, məsəl üçün, axtarış verirdi, kartımdan pul çıxmışdı. Amma maşın tapmayandan sonra mən ləğv elədim, təzədən pulu qaytardım. Sağ ol. Bax, bu artıq transaksiyadır. Bu artıq sənin bazadakı olan transaksiyandır. Aha, digər kimsə nəsə demək istəyirdi. Biz ikimiz də eyni şeyi deyirdik əslində. Bəy dedi artıq. Mən də eyni şeyi deyəcəkdim. Bəli. Super. Deməli, hamımız artıq real həyatımızda bank deyirəm, estağfurullah, database məhsullarının necə istifadə olunduğunu görə bilirik. Artıq, belə deyək də, proses baş verəndə, prosesin daxilində baza, SQL komandaları harada yazılır, onları avtomatik formatda görəcəksiniz. Yavaş-yavaş. Commit, rollback və save point. Commit komandası sənin o nömrə ilə dostova köçürdəndə ya da ki, taksi məsələsi. Sən taksiyə minənə qədər həmin proses transaksiya aktiv qalır, online olur. Sən taksiyə minəndə artıq həmin balansdan pul commit olaraq çıxır və ötürülür Uber'in hesabına. Uber'in hesabından da sürücü
işi icra eləyəndən sonra, aparıb lazım olan yerə çatdırandan sonra Uber'in hesabından gəlir oturur sürücünün hesabına lazım olan faiz. Okay. Bu belə. Və proses bitəndən sonra bütün bu rəqəmlərin oynaması, bütün bu məlumatların sistemə yazılması commit prosesi ilə tamamlanır. Ctrl S. Okay. Rollback nədir? Misal üçün sifarişi verdim, taksi gəlmədi, ya taksi atmena elədi. Zəng eləyir, deyir ki, misal üçün mən Xırdalana gəlmirəm. Atmena ver. Sən vermirsən, acığa düşürsən, özü atmena verir, məcbur olur. Onda nə olur? Rollback prosesi gedir. Rollback prosesi də nədir? Sənin balansına ödədiyin pul geri qayıdır. Hətta bir məlumat verim ki, bəzən elə olur ki, sürücülər özləri atmena verir ki, müştəri istədi, cancel olsun. Sənin balansından müəyyən komissiyada tutulur. Buna görə. Ondan da ehtiyatlı olun. Daha sonra save point məsələsi. Save point məsələsi sənin müəyyən addımlarındır. Bu bayaqları taksi məsələsi ilə gedirdim. Deyirəm ki, sən pulu köçürtdün. Sənin prosesi taksi götürdü. Sən mindin taksiyə. Bu bir save pointdir. Müəyyən pointdə yadda saxlama. Okay. Artıq taksi aparıb səni düşürdəndən sonra proses analiz olunur, bir də icra olunur. Artıq həqiqətən də proses uğurla tamamlanıbsa, təsdiqlənir, commit olunur. Əgər tamamlanmayıbsa, rollback olunur. Məsələ də orasındadır ki, sən bəzən elə olur ki, ardıcıl komandalar yazmaq məcburiyyətində qalırsan. Məsələn, bulk formatda əməliyyat deyirlər buna. Düşün ki, 100.000 dənə insert yazmalısan cədvələ. Okay. Bu 100.000 dənə insertün içində nümunə üçün belə deyək, 99.756-cı sətirdə problem yarandı. Dedi ki, misal üçün, məlumat prosesin uzunluğuna, sütunun uzunluğuna uzlaşmır. Error. Sənin məcbur həmin prosesin artıq transaksiya səviyyəsində geri qaytaranda, rollback olunanda bütünlüklə qaytarır. Elə bir ki, o 99.000-ə qədər gəldiyi bütün pointlər hamısını geri qaytarır. Save point da onun üçündür ki, sənin hər bir prosesin icra olunanda yaddaşda saxlanılsın. Sən geri qaydanda bir də 99.356 dənəni geri qaytarmaq əvəzinə birbaşa qaydırsan 99.355-ə. 55-ə qaydırsan, onu təzədən icra eləyirsən, artıq 56-dan sonra təzədən gedirsən daşı. Okay. Bu kimi save pointdir. Sual var mı burada? Məsələn, brauzeri çıxandan sonra təzədən restore knopkası var. Ona basanda qaytarır köhnə səhifələri. O save point sayılır yoxsa? Bir növ save point sayılır, yes. Avtobusları görmək istəyirəm. Misal üçün, istənilən saytda, istənilən platformada V şərtini görə bilərsiniz. Açırsınız search-ü, misal üçün yazırsınız ki, Həsən Hüseynov. Yapışıq yazdın Instagramda. Misal üçün, baxırsan ki, Həsənlər çıxdı. Nə edir? V şərtinə verir ki, ad Həsən Hüseynova oxşayan. Okay. Bu artıq gedir, bütün istifadəçiləri gedir gətirir sənin üçün. Yaxud da
LinkedIn-də Həsən Hüseynov yazırsan, Həsən Hüseynovun postları da çıxır sənin üçün. Okay. Bütün elementləri çıxarda bilir sənə. Tək akkauntlar yox, bütün postlar, şəkillər, videolar, məqalələr, nə bilim, akkauntlar, səhifələr, şirkətlər hamısını çıxardır sənin üçün. Bu artıq where condition-dır. Okay. Bu where condition filtrasiya üçün çox önəmlidir. Hansı ki, bayaqları ən azından delete ilə update izah eləyəndə sizə göstərdim. Onu necə yazırlar? Həmişə yadınızda saxlayırsınız. Select ulduz from yazılır ya da hər hansısa bir komanda yazılır. Ən sonda where yazılır. Okay. From'dan sonra belə deyək, bəzi komandalardan əvvəldir amma. Necə yazılır? Misal üçün deyirəm ki, müştərilər cədvəlindən istəyirəm ki, 2000-dən yuxarı maaşı olan adamları çıxardım. Okay. 2000-dən yuxarı olan müştəriləri çıxardanda bu formatda mən məlumatı görürəm. Hətta belə bir case istəyim sizə. Bir də görürsünüz, banklardan zəng eləyirlər ki, sizə məsələn, ya zəng eləyirlər, ya mesaj gəlir ki, sizə məsələn 70.000 kredit düşür. Bu 70.000 kredit nəyə əsasən düşür? Gedirlər, məlumatı analiz eləyirlər sizin sistemdən olan məlumatınızı. Baxırlar ki, bu adamın maaşı misal üçün 5.000-dən yuxarıdır. Bu adamın 7 il kredit təcrübəsi var, hansı ki, heç bir gecikməsi yoxdur. Bu adamın misal üçün 3 dənə bankda krediti olub və ya şərti ilə yoxlayırlar hamısını. Analiz edirlər ki, bu şərtlərə ödəyirsə, artıq buna 70.000 kredit təklif eləyə bilərik. Ya avtomatik mesaj gedir sizə ki, misal üçün Express Bankda 70.000 kredit əldə eləyə bilərsiniz. Ya da ki, birbaşa bankdan satış əməkdaşı zəng eləyir ki, siz misal üçün bir kartdan istifadə edirsinizmi, eləmək marağındasınızmı, sizə taksit kartı verə bilərik, bla 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 bla. Okay. Hamısı yəni V şərtinin əsasındadır. Heç kim göydən düşməyib ki, ona xüsusi olaraq endirim eləsinlər. Hamısı bu filtrasiyanın imkanıdır ki, analiz eləyirlər, çıxardırlar. Bu V şərti və paralel olaraq V şərtinin müəyyən axtarış imkanları var. Hansı ki, iki istiqamətdə axtara bilirik. Bir, SQL-ın riyazi komandalarından comparison deyirlər, operator istiqamətində. Bu operatorlar hansılardır? Riyazi, bərabər, böyük, kiçik, kiçik, bərabər, böyük, bərabər və fərqli kimi komandalar. Hansı ki, deyirəm ki, misal üçün, müştəri Azərbaycandan olsun, amma ki, Qaxdan olmasın. Qax şəhərindən olmasın. Okay. Bu artıq bərabərdir Azərbaycan və fərqlidir Qax. Okay. Bu formatda mən sistemə set eləyə bilirəm. Yaxşı, bəs bir sual. Mən iki dənə filteri bir-birinə necə bağlayıram? İki dənə filteri bir-birinə bağlamaq üçün nisbətən daha məntiqi operatorlardan istifadə eləmək lazımdır. Məntiqi operatorlar hamısı buradadır. Hər birini keçməyəcəm. İki dənəsini izah eləyəcəm sizə. Digərləri isə daha advanced mövzulardır və qabağında description-ı var. İstəsəz oxuya bilərsiniz. Nə deyirdim? İki dənə bağlayıcı operatorumuz var. Hansı ki, and və or-dur. Okay. And və or. Biri vədi, biri yadır. Biri qəti şəkildə vədi, o birisi qeyri-müəyyən şəkildə yadır. Bu nəyə oxşur? Həmişə mən bunu bu formatda izah edirəm ki, gedirsən restorana, deyirsən ki, mənə limonlu və nanəli sok gətir. Okay. Limon və nanə. Qəti şəkildə deyirsən limon və nanə. Yəni, sənə durub deməyəcək artıq ikinci dəfə ki, limon və zəncəfil var, istəyirsən, bunun sualını verməyəcəksən. Çünki sən demirsən ki, qəti formatda mənə limon və nanə lazımdır. Ya deyəcək var, ya da deyəcək yoxdur limon və nanə. Bu formatda cavab verir. Baza da bu formatda cavab verir. Ya da sən deyirsən ki, or şərti. Deyirəm ki, mənə ya limon və nanə ver, ya da limonla nəyiviz var. Okay. Bu formatda şərti verəndə artıq sənə seçim verə bilir. Ki, limonla, nə bilim, alma var. Limonla, nə bilim, duz var. Limonla nəsə başqa bir şey var və s. və alaxır çıxarda bilirsən ki, sənin sokuvun içində bu elementlər ola bilər. İstəyirsinizsə gətirim. Okay. Ya da əgər yoxdursa heç biri yoxdursa, ən azından biri olsun, heç biri yoxdursa, onda deyəcək ki, yoxdur. Belə bir imkanım yoxdur. Bizdə limon ümumiyyətcə yoxdur. Okay. Ona görə və or şərtini mütləq şəkildə düzgün verir. Nəsə demək istəyirsiniz? Okay. Bu istiqamətdə
Gəlin bir dənə sizə bir basic bir komanda yazım. Artıq onu da başa düşmüş olun. Deyirəm ki, select ulduz from cədvəl. Deyirəm ki, məsələn, mənə lazımdır Əli. Mənə lazımdır Əli. First name bərabərdir Əli. Mən təbii ki, SQL serverin belə deyək də, case sensitive olmadığına görə, hərf sıralanmasına, ardıcılığına, formatına fikir vermir. Ona görə balaca da yaza bilərəm. Götürəcək. Problem deyil. Deyirəm, mənə Əli lazımdır. Hansı Əli? ID-si 3 olan Əli. Misal üçün deyirəm, and emp ID bərabərdir 3. Ops, 3. Bu formatda və qəti dedim. Dedim ki, mənə limon və nanəli çay lazımdır. Qəti formatda. ID-si 3 olan əlini gətir. Komanda verdim. Mən demədim ki, ya ID-si 3 olan əlini gətir, ya da digər əlləri gətir. Okay. ID-si 3 olan əlini çağıranda mən bu formatda işlədirəm. Baxın, konkret nəticə verdi. ID-si 4 olan əlini axtarıram. Yoxdur. Nəyə görə yoxdur? Çünki bayaqki məsələ. Limon zəncəfil var, yoxdur bizdə limon zəncəfil. Limon nanə var, var. Okay, bu formatda işləyir. Mən də deyə bilərəm ki, misal üçün 4 dəyərim yoxdur. Oradan versəm, hər ikisi ödənməlidir şərtin bayaqları. Oradan verirəm, şərtlərin ən azı biri ödəsin. Heç olmasa biri ödəsin. Deyir ki, 4 nömrə emp ID yoxdur. Əli gedər. Əli gedərsə əlilərim var. 1, 2, 3. Amma 4 ID yoxdur. Okay. Əgər Əli bala yazsam, heç biri yoxdursa deyir, yoxdur vallahi qardaş, nə yalan deyim. O nəyə oxşuyur? Gedirsən deyirsən ki, yolda saxlayırsan, bəzən olur, bilmirəm, başınıza gəlib ya yox. Maşınla gəlirsən, yolda saxlayırsan ki, bəs falan aptek var, Zeytun aptek var burada deyir. Tanımırsınız hardadır? Deyir Zeytun aptek, böyle fikirləşir, deyir, vallahi yalan deyərəm. Bax, bu da ona oxşuyur. Fikirləşir, görür ki, yoxdur bazada belə bir məlumat. Ona görə deyir ki, vallahi yalan deyərəm. Məlumat çıxmır. Sual. İndi Orman desəydi, deyərdik Zeytun yoxdur, amma aptek var. Məsələn, Ay, tamam. Aptek burada böğürdə var, amma Zeytun vallahi yalan deyərəm. İndi sualınız varsa verə bilərsiniz. Hani, görün verə bilərsiniz. Sual varsa verə bilər hamı. Sual-cavab sessiyasına girək artıq. Yoxdursa yekunlaşdıra bilərik. Ümid edirəm nəsə öyrənə bildiniz. Çox sağ olun. Hər Xoş şey oldu. daha aydın oldu. Keçən dərs idi. Necə? Yaxşı dərs idi. Çox sağ olun. Əllərinizə sağlıq. Sağ olun. Xoş oldu hər birinizlə. Maraqlı idi. Maraqlıydısa Instagramda komment yazın. Instagram nədir? Əstəğfurullah. Mən O artıq qədər- yazmışdım LinkedIn-də. Hə, LinkedIn. O qədər Instagram nümunələri deyirəm ki, LinkedIn-də Oldu. komment yazın. Xahiş edirəm. Sonuncu dərs günü sertifikat falan bu kimi şeylər olacaq. Yəni dərs vaxtında. Onunla bağlı mən- paylaşım falan baxımdan deyirdim mən şəxsən. Danışaram kursla, IDTech kursumuzla. Əslində planlaşdırılmayıb, amma görüm iştirakla bağlı bir hər hansısa bir sertifikasiya vermə imkanımız varsa mütləq şəkildə eləyək. Maraqlı olar. Qrupova şəkil çəksək, paylaşım edəsək, həm öyrəndiklərimizdən qısa bir detallı bir şey yazarıq LinkedIn-də ki, bizim üçün həm xatirə olur, həm də profilimizə də yaxşıdır da, həm siz tərəfdən, həm biz tərəfdən. Hətta mən deyərdim ki, indi bu ikinci dərsdir də. Üçüncü dərsi də onlayn keçib, dördüncü dərsdə yığışmaq olar, şəkil çəkmək olar kollektivlə dediyiniz kimi. Növbəti dərs Yaxşı olar. onlayn olacaq. Üçüncü dərsi bəli, onlayn eləyək. Çünki belə deyək də, 85-in 15-ə nisbətdə artıq demək olar ki, hər kəs onlayn istədi. Sonuncu dərsi amma dediyimiz kimi şəkil çəkmək üçün istifadə edə bilərik bu fondan. Mütləq məncə. Okay. Canlı başqadır. 100% razıyam. Çox sağ olun. Sağ olun, uğurlar Kursun hərəkətə. istiqaməti hansı tərəfə gedəcək, onu bilmək istəyərdim. Data analitik Necə? tərəfdən gedirdim. Kursun istiqaməti yəni. Kursun istiqaməti Tamam. artıq belə deyək də, mən yekun olaraq sizə məlumat verəcəm kursun sonunda. Bizim fərqli istiqamətlərdən olan dərslərimiz var. Şəxsən mən keçirəm.
həm SQL development istiqamətində, həm data analitika istiqamətində, həm də paralel olaraq database administration istiqamətində və fərqli-fərqli platformalarda. Oracle-da, PostgreSQL-də və SQL Server-də. Artıq yeni olaraq belə deyək də bir Oracle kursu da tədrisinə başlayırıq. Bu Oracle kursu belə deyək, bu ISO 071 sertifikatı var, bilmirəm bilirsiniz. Həmin sertifikat SQL Development istiqamətinə əsaslanıb, amma paralel olaraq belə deyək, praktiki əsaslarla olacaq, hansı ki, real iş mühitində nələrdən istifadə edirlər onlardan. Çünki sertifikasiya real iş mühitində hər şeydən istifadə eləmək üçün nəzərdə tutulmayıb. Onları da keçəcəyik. Yəni tam olaraq yekunda sizə istəsəz məlumat verərəm. Ya da ki elə istəyən olsa mənə birbaşa şəxsiyə yazsın. Orada da detallı məlumat verə bilərəm. Syllabus da var hətta artıq. Tamam. Faiq Bey, bir də sualım olacaqdı ki, sizin biznes analitika yönümlü dərs tədrisiniz mövcuddurmu, yoxsa sırf? Biznes analitika istiqamətində mənim yox, amma kursda sizə tövsiyə edə biləcəyim bir müəllimə var. Oldu, təşəkkür ederim. Buyurun, buyurun. Onda rəylərinizi gözləyəcəm LinkedIn-də. Tamam. Sağ olun, gecəniz xeyrə. Oldu, Sağ olun. Təşəkkürlər. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.